2025-ci ildə dünyada fəlakətə səbəb ola biləcək günəş partlamaları baş verə bilərmi? Bəs dünyanın elektriksiz qalması necə? Mümkündürmü? Bu istiqamətdə çəkilən filmlər necə? Dünyaya mesaj ola bilərmi? Elm bu haqda nə deyir? Suallarımıza cavab tapmağa çalışacağıq. Günəş hal-hazırda özünün 25-ci aktivlik dövründədir. Ümumiyyətlə, hər 11 ildən bir Günəşin aktivlik dövrü artır və hal-hazırda 2025-ci il Günəşin ən aktiv dövrünə təsadüf edir və bu aktivlik təqribən 2028-ci ilə qədər davam edəcək. Sonra isə Günəşin aktivliyi zəifləyəcək. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri Kəmalə Alışova deyir ki, Günəşin aktivlik dövründə alışmaların sayı kifayət qədər güclü və çoxsaylı olur. Bu ilin may ayının 13-də deməli 4 səviyyəli maqnit qasırğasına səbəb olmuşdu bu alışma. Yəni 13 mayda müşahidə olunan X alışması nəticəsini biz 17 may yerdə güclü maqnit qasırğası kimi müşahidə etmişdik. Ümumiyyətlə alışmaları dəqiqliklə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Biz onları maksimum 3 gün əvvəldən onlar haqqında məlumat verə bilərik. Lakin ondan daha əvvəlki müddətdə bu proqnoz çox təxmini olacaq. Türkiyəli alim astrofizik Umut Yıldız Günəşin minimum və maksimum dövrlərində olan fəaliyyətindən danışıb. Güneş her 13 yılda bir çevrim geçirir. Güneş aktivitesi 13 yılda bir minimuma düşer, aynı zamanda ondan sonra da maksimuma gider ve maksimum olduğu zaman da sürekli yüksek enerji parçacıklara maruz kalıyoruz ve bizi koruyan Van Allen kuşaklarımız var dünyada ve onlar sayesinde hayatta kalıyoruz. Eğer güneş minimum olduğu zamanlarda da bu tür aktiviteler çok daha az oluyor. Bu sefer de Samanyolu'nun merkezinden gelen kozmik ışınlar tarafından daha çok bombardımana uğruyoruz. Kısacası ikisi bir nevi birbirini dengeliyor. O bakımdan bu hayatımızın ve işte bir normali aslında milyonlarca yıldır güneş bu şekilde o çevrimi yapıyor. Umut Yıldız bu mövzuda çəkilən filmlərə də münasibət bildirib. Bu aralar açıkçası güneş fırtınalarıyla alakalı birçok dizi ve filmler gerçekleştiriliyor. Aslında bunları çok abartı olarak buluyorum. Çünkü genel olarak bizi çok direkt etkileyen bir şey olmuyor. Niye diyeceksiniz? Yani bu artık teknolojimiz bunlara çok daha hazırlıklı, iletişimimiz çok daha hazırlıklı, elektrik sistemlerimiz çok daha hazırlıklı. Onun için büyük bir felaket senaryosunun bunun sayesinde olacağını çok da düşünmüyorum. Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Cənnət Səmədov geomaqnit qasırğalarının təsirlərindən söz açarkən bildirir ki, indiyədək qeydə alınmış ən böyük qasırğa Carrington Event deyə tarixə düşüb. Bu hadisə zamanı teleqraf sistemləri 3 günlük sıradan çıxmışdır və bəzi teleqraf məntəqələrində hətta yanğınlar belə baş vermişdir. 2022-ci ildə güclü geomaqnit qasırğa nəticəsində SpaceX şirkətinə məxsus 49 Starlink peyki sıradan çıxmışdır. Və bu təxminən 50 milyon dollardan daha böyük ziyanla nəticələnmişdir. Bundan başqa 2024-cü ildə geomaqnit qasırğa nəticəsində bir çox peykilərlə olan əlaqələr etmişdir. GPS sistemləri sıradan çıxmışdır və bunun nəticəsində bir neçə saatlıq GPS sistemlərinə istifadə əlçatan olmamışdır. Geomaqnit qasırğalarının təsirləri həm elektrik şəbəkələrinə, həm internet sistemlərinə, həm dataların saxlandığı, bütün məlumatlar və verilənlər bazalarının olduğu serverlərə, eyni zamanda yerin ətrafında fırlanan süni peykilərə, bundan başqa insan sağlamlığına ciddi təsirlər göstərə bilir. Şamaxı Astrofizika Rəsədxanasının digər əməkdaşı Aynur Abdulkərimovanın sözlərinə görə, Günəşdə baş verən prosesləri izləmək üçün fasiləsiz olaraq müşahidələr aparılır. Orbital Günəş rəsədxanaları yaradılıb, hansı ki ən əsası. Onlar Günəşi dayanmadan fasiləsiz olaraq 24 saat monitoring edirlər, yəni müşahidə edirlər və həmin o materiallar fasiləsiz olaraq həmçinin yerə ötürülür. Və bu materiallar əsasında kosmik hava proqnozları hazırlanır. Və həmin o kosmik hava proqnozları hazırlanma səbəbi, monitoring səbəbi də, yəni ki, əgər belə deyək, çox güclü geomaqnit qasırğası ehtimalı varsa,
yarana biləcək fəsadların qarşısını almaqdır. Təbii ki, belə olduğu halda, yəni ki, bütün dünyanın işıqsız qalması real deyil. Mütəxəssislər bildirir ki, günəşdə alışmalar olsa da, bunun böyük fəlakətə və ya elektrik kəsintisinə səbəb olacağı real təhlükə kimi görünmür. Elm və texnologiya isə bu prosesi izləməyə və idarə etməyə imkan verir.